Arafa günü Zilhicce ayının 9-u, yəni bayramdan əvvəlki gün may ayının 26-sıdır. Baxın, Arafa günü həqiqətən də Allah Teala qullarını cəhənnəm ateşini azad edər. Bu barədə biz toxunmuşduq, amma bunu yenə vurğulamaq lazım. Çünki alimlər buyururlar ki, insanların çoxu bu Zilhicce'nin ilk 10 gününü önəm vermirlər. Hansı ki, bu Zilhicce ayının ilk 10 günü, yəni düşünün, Ramazan ayı ilə rəqabət edəcək günlərdir. Ona görə alimlər buyururlar ki, Ramazan ayının son 10 günü üstündür, yoxsa Zilhicce ayının ilk 10 günü. Əlbəttə ki, gecələr olaraq Ramazan ayının son 10 günü Allah dərgahında ən üstün, çünki onun içərisində Qədr gecəsi var. Gündüzlər isə olaraq Zilhicce ayının ilk 10 günü, hətta Ramazanın ilk 10 günündən də üstündür. Çünki içərisində, bu 10 gün içərisində həcc ibadəti var, qurban ibadəti var. Düşünün, bütün xeyirlər nədir? Üst-üstə toplanıb. Ona görə də may ayının 26-sını həcdə olmayanlar orucla keçirirlər. Arafa günü dəyərdir. Arafa günü duaların qəbul olunduğu bir gündür. O günü orucla keçirək, yəni həcdə olmayan oruc tutur və Peyğəmbərimiz buyurur ki, sallallahu aleyhi ve sellem buyurur ki, ən xeyirli dua Ərəfə günü edilən duadır. Baxın.